20-ci suala baxın. A vektoru koordinatları, yəni komponentləri 2, 0, -2-dir. B vektoru komponentləri 0,5, -1 və -1-dir. İndiyə kimi yazdıqlarımız hamısı koordinat müstəvisi üzərində idi. Yəni müstəvi üzərində olan vektordur. Bu amma fəzada olan vektordur. O zaman burada 3 ölçü olmuş olur. Apsis, ordinat və aplikat deyilir ona. İndi skalar hasili arasındakı bucağı soruşur. Birinci skalar hasilini tapaq, bu bizə lazımdır. A vurulsun B bərabərdir. 2 vurulsun 0,5. Üstə gəl. 0 vurulsun -1, 0. -2 vurulsun -1, bu da 2. 2-ni 0,5'ə vurduq 1. Üstünə 2 gəldi 3. A vurulsun B dedik ki, bax buna bərabərdir. Modul A vurulsun modul B vurulsun kosinus alfaya. İndi bu bucağın kosinusuna görə hesablaya bilməliyik. Kosinus alfa bərabərdir. A vurulsun B bölünsün modul A, modul B bərabərdir. AB-ni tapdıq, 3'dür. 3. Bəs modul A, modul B, gəlin modullarını burada hesablayaq. Modulları necə hesablayırdıq? Kök altında, bəli, kvadratları cəmi. Kök altında 2'nin kvadratı 4, 0, bu da 2'nin kvadratı 4. 4 üstə gəl 4, eləyir 8. Belə saxlayaq hələ ki. B-yə baxaq, modulda B. Eyni şəkildə 0,5'in kvadratı 0,125 kök altında yazaq. 0,125 üstə gəl 1, bu da 1, yəni 2. Eləyir kök altında 2,125. 2,125'dən nə çıxar kök? 1,5. İndi burada yazaq yerinə. Kök altında 8 buradadır. Vurulsun 1,5 də buradadır. Bərabərdir. İndi 3 ilə 1,5 ixtisar gedir. Yəni 3 bölünür 1,5'ə. Burada qalır 2. Bu da kök 8'in yerinə, buradan yazıram. Bərabərdir kök altında 4 vurulsun 2 yazsaq, bəli. 2 kök altında 2 eləyir. Yazıram bura. 2 kök altında 2. Burada da 2. 2'lər ixtisar getdi, qaldı 1 bölünsün kök 2. Kosinüs alfa 1 bölünsün kök 2'dir. Kimsə bilirmi alfa hansı bucağın kosinusu kök 2, 1 bölünsün kök 2 eləyir? Ya 1 bölünsün kök 2 olur, ya da bunun sürətlə məxrəcini kök 2'yə vururuq. Qalır kök 2 bölünsün 2. Bu bucaq 45 dərəcə olandadır bu. Kosinus 45 bərabərdir. 1 bölünsün kök 2 və ya kök 2 bölünsün 2. Yəni alfa 45 dərəcə olanda.